Günahların aqibətindən insanın işlərinin çətinləşməsidir. Hara gedir, qarşısına bir problem çıxır. Hansı işə əl atır, ora qapı bağlı olur və yaxud o qapı çətin açılır. Amma Allah Subhanahu taala'dan kim qorxarsa, Allah üçün günahlardan uzaqlaşmağa çalışar, Allah qorxusunu göz önünə gətirərsə, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Və men yettaqillaha yec'al lehu min emrihi yusra." Kim Allahdan qorxarsa, Allah onun işlərini asanlaşdırar. Allahdan qorxana Allah işlərini asanlaşdırar. Qorxmayan, Allah qorxusunu göz önündən itirən, Allah qorxusunu unudan, asiliklərə yol verən, görürsən işləri çətinləşir, sıxıntılara düşür. Allah'tan istəyirəm ki, Allah bizi xeyirli qullarına etsin, ona doğru şəkildə, düzgün şəkildə, layiqli şəkildə təqvalı olan qullarına etsin.